Oca insanlar iğrəndiler. Ben Afet'e buradan bir söz demek istedim ki, Afet, bence sen heç şeye fikir vermə. Çünkü vəfanın heç nə vecinə döyür. Sən də əsəbləşmə. Mən bilirəm ki, sən özün dediyin kimi deyirsən ki, mənim həyat yoldaşım var, mənim pasportum var. Allah səni Mamedlə bir yerdə xoşbəxt eləsin. Allah oğlumu da xoşbəxt eləsin. Deyirsən ki, oğlum bu ölkədən gedib, deyir belə elə. Bilirsən niyə gedib oğlum bu ölkədən? Sənə görə gedib, mənə görə gedib. Sənin bu dilin dilim olsun. Sevcə, mən danışa bilmirəm. Sənin bir dənə yaltaq bir aparıcı dostum var. Hərdən birdən 300 manat atırsa ona gəlir yanıma gedir. Sonra deyir ki, bizim Afətlə heç bir problemimiz yox idi. Biz dostumuzu düşman. Sən kimsən ki, biz səninlə düşmançılıq edəyik. Sənin o verilişin nədir, özün dəsən. Söhbət Zahardan getmir ha. Zahar mənim dostumdur yeri gələndə. Amma mən Afəti yaxşı tanıyıram. Afət sən neyniyər? Səni belə şumlayar, sən Afətdən qorxursan. Sən Afətdən qorxursan deyə yaltaqlanırsan, onu ki, səni biyabır eləyər.